Müjgan səhvlər edirdi. Müjganın səhvləri danılmazdı. Və istər Tarix Əliyev, istər mən özüm də dəfələrlə Müjganı uyarlamışıq. Və yaxud da digər şəxslər də uyardıyıb. Müjganda elə bir ki, saçmazlıq var idi. Elədiyin fərqinə varmadan başlayırdı yenə də eyni səhvləri təkrarlamağa. İstər Arzum məsələsində, istər onun bir padruqası çağırmışdı Türkiyəyə, Meri deyirlər. Ona elə. Yəni bu adamda mən belə başa düşdüm ki, kimlə padruqalıq edirsə, sonradan düşmənçilik münasibətləri qurur. Demək, problem onun özündədir. Problem onun özündədir. Məsələn, siz mənə təq edirdiniz, mənim Müjganın o cür söyüşdüyü videosu çıxmamışdı qabağıma. Bu Türkiyədə nələr söyüb. Çünki mənə elə yerlərə təq eləmişdiniz ki, orada mən elə də o cür tipli söyüş görməmişdim. Türkiyədəki söyüşlər həqiqətən də biabırsıqdır. Bu artıq kulminasiya nöqtəsidir. Mən heç vaxt bir qadının həbsini sevinə bilmərəm. Azərbaycan qanunvericiliyində də belə bir şey var ki, qadın, təqsirlənən şəxs və yaxud məhkum qadın məhkəmə zalına əli qandallı gətirilmir. Və Azərbaycan qanunvericiliyindədir ki, Azərbaycan qadını ömürlük azadlıqdan məhrum etmə cəzası bizim qadınlara şamil edilmir. Yoxdur bizdə elə qanun. Amma Müjgan, məsələn, mənim tanıdığım şəxslərdən bir stomatolog var, xətrini həqiqətən çox istədiyim şəxsdir, Merivan xanım. Onunla da münasibəti korlandı. Digər insanlarla da münasibəti korlandı. Bu adam münasibəti qoruya bilmir, sağlamlaşdıra bilmir. Sonra o mebel ustasına nəsə problemlər çıxdı ortaya. Mənə gəlir ki, bu artıq ona hər hansı bir cəza veriləcəksə, bu cəzadan nəticə çıxartmalıdır. Onun bir videosu var ki, deyir, mənə sutkalığı versinlər, mən yenə girəcəm, çıxacam. Bu danışıqlar, normal danışıqlar deyil. Normal danışıq deyil. Bir qadın qalib deyir ki, onsuz da girib yatacam, eləyəcəm şey. Bu, qəbul edilməzdir. Mən ona dəfələrlə tövsiyə vermişəm. Çoxsuz da mənə qınamısınız ki, sən ona dəstək olursan, sən onu qoruyursan. Mən onu qoruyub eləməmişəm. Sadəcə tövsiyə vermişəm. Bir qadının üstünə hücum eləmək bizlik deyil. Biz kişilərlə mübarizə apararıq. Qadınlarla nə mübarizə apararıq ki? Ancaq qadın adına həqiqətən də ləkə gətirdi o. O söyüşlərlə, o cür davranışlarla. Nə bilim, axırıncı qayıdır, məsələn, ağlayır, qayıdır deyir ki, Sibirizdə evim olsun. Nə bilim, hava bugün küləklidir, onu ki, ağlayıram. Qarsan belə ki, bu niyə belə edir? Nədir bu insanın məqsədi? Sən həyatında travma almışsansa, o demək deyil ki, sən burada izləyicilərə travma yaşatmalısan. Ya bu platformadan keç, çıx əmələ başla. Ya da özünə bir həyat tərzi qur. Onun ətrafında kifayət qədər şanslı insandır. Arzum kimi adam, kifayət qədər onun izləyici kütləsi var. Arzum onu evinə gətirdi. Ailəsinin içinə saldı. O cəhətdən şanslı insandır. Sonra saç ustaları ona pulsuz saçını düzəldirdilər. Mebel ustası gəldi, pulsuz demək olar ki, elədi. Bədən şəkilləndirməsi demək olar ki, pulsuz oldu. Dişini, məsələn, Merivan xanım demək olar ki, pulsuz elədi. Adam şanslı adamdır. Amma bir adam bu həyatın ona bəxş etdiyi bu şanslardan niyə yaxşı mənada istifadə eləməsin?
Mənlə bağlı bir şey çıxartmışdı. Heç bir aidiyyəti olmayana. Özündən Amerika kəşf edir ki, mikrofon belə eləyək. Bir ara siz də başa düşmədiniz. Sonradan başa düşdünüz ki, yəni Müjgandır da zaten. Mənim o vaxtdan ümumiyyətlə xoşum gəlmədi. Amma mən yenə deyirəm ki, mən durub istər dəstək olmağa, belə şey, bu yəni mənim xislətimdə var ki, mən insana tövsiyə edeyim. Düzgün yol, düzgün hərəkət etməsinə bağlı tövsiyə edeyim. Amma bu o demək deyil ki, mən ona dəstək oluram. Kifayət qədər səhvlər var. O videolar nədir? Məsələn, xalq artistinin, xalq bəstəkarının mahnılarını o cür formada oxumaq, o cür biədəb hərəkətlər, səslər çıxartmaqla. Yəni sən işləyə bilmirsən, indi nə bilim çolaqsan da, yəqin indi sən fiziki qüsurlu insansan, işləyə bilmirsən. Nə bilim 100 nəfər, 200 nəfər, indi canlıda nə qədər adam olur? 5 manat, 3 manat atır. Min şükür elə vəssalam dolanışığı burada. Yəni sən durasan, niyə belə hərəkətlər eləyəsən? Nəyə görə belə hərəkətlər eləyəsən? Yəni sən içki içir, niyə canlasasan axı? O içkidən biz içmişik, yəni digərlər də içir. Niyə axı içki iç? Yəni sən içki içdiyin təqdirdə sən canlasmalısan. Niyə kimsə yəni bilməlidir ki, sən içkili vəziyyətdə cəhənnəmdə oturubsan? Bu bir. Müjgan elə bir bu il ərzində ardıcıl səhvlər elədi. Saxo ilə bağlı onların bir davadalaşları oldu. Dedirəm, Saxo pul vermişəm, Saxo mənə dələduzluq eləyib, belə bir şey. Bunun özü. Yəni Saxo da ondan şikayət eləmişdi. TikToka, yayımlara kifayət qədər nəzarət var. Bunu ürəyinizi belə buz kimi saxlayın.